kanalımıza verdiği dəstək üçün New Yorker brendinə böyük təşəkkürümüzü bildiririk. Axşamınız xeyir olsun əziz dostlar. Bu günləri əlbəttə ki, çənəyə baxırsınız. Mənim bir nömrəli fanatlarımı da əlbəttə ki, salamlayıram. Çox sağ ol, yazırsınız, eləyirsiniz. Hamınızı sevirəm, hamınızı çox istəyirəm. Bugün çox belə müəmmalı qonağımız var. Yəni baxanda kadra tutmaq olmur kimdir. Bilirəm, hamınız sual altında qalmısınız. Amma bu günləri mənim maskam yox, bu maskanın yiyəsi Battle Rap King bütün Azərbaycan treklərində öz imzası olmuş adam. Sonra nə yazmışdı mənə? Məşhur show business R&B ifadəsindən fit eləyən adam, hamının tanıdığı Buz, bizim tanıdığımız Fats və Sibisdən Mahmud kimi tanınan gözəl Nəğməkar dərzi. Nəğməkar dərzi də sordu. O niyə deyirlər ki, nəğməkar dərzi? Nəsə tikə-tikə mahnı oxuyurdu ona görə. Kimdir etiketki mahnı oxuyan? Bilmirəm, bro. Birinci salam. Salam. Necəsən? Sağ ol, Axır sən ki, necəsən? barışdırdıq uşaqlarda böyle. Biflər. Bu maskanın bir şey ki, yemək olmur da. Diyet oturasın. Altdan götürsən o qoz. Sən bilərsən. Necə də vəsədiniz? Sağ ol, sən necə? Şükür. Yaxşı olasınız. Yaxşı olun. Sən biraz mikrofonu yaxşı otur. Yaxşı otur. Sağ olun dəvətə görə, təşəkkür edirəm. Sən əslində çoxdan dəvət ediyor, özün gəlmirdin. Niyə? Ya belə ego, bu nə egodur? Yolu tapa bilmirdim. Yol tapa bilmirdin. Həm də səni daha yaxşı yerə çağırmaq istəyirdim. Sağ olun, çox sağ olun. Sən elə belə. Siz olan yer hər yer yaxşıdır. Qəşəng. Tərif qafiyəsi. Bəli. Rapdən danışaq. Danışaq. Sizin o proyektdən danışmaq istəyirəm. Uşaqlarla siz sayfələr falan buraxırsınız. Aha. Yəni Hələ də buraxırlar. Bir dənə çıxmışdı da məncə. Yox, ikincisini Feyzin də zor var idi axı. Orada elə bir Mahmud elə bir Mahmud yoxdur orada, bilirəm Mahmud yoxdur orada, amma uşaqlar da orada. Hə, Mahmud olan adından danışa bilər, yoxsa olmaz. Yox, prosta din bəşər hələ bir Mahmud orada görünsən. Olar danışın. Orada deməyim. Nəsə Bu o birincisi Sami, bu Omenin layihəsi birinci çıxdı. Hə, o Omen təklif elədi. Elə yığılışdıq, elə hamımız çəkdik. Sonra indi ikincisini də istəyir. O birisi uşaqlarda da ki, o da Salman layihəsi idi, Sləmin layihəsi idi. Məlun idi orada, bizdəki Feyzi. Biz də getdik, hamımız elə bir yerdə idi çəkin. O birisi üçüncü də sənin layihən olsun da. Hər dəfə kimisə layihəsi olur. Mənimki olsa da bir də axırıncı olacaq. siz mən sizi label kimi görürəm də, yoxsa elə deyil. Yox, əslində rəsmi olaraq belə bir adı yoxdur. Bir label hansısa bir adı altında işləyirik. İndi var da həmişə dostluqlar var da, belə kujoklar var. Həmin bilir ki, kim kimin dostudur, kim kimlə oturubdur. Bizdə də belədir, biz-bizə dəstək oluruq. Prosta şeydir də, nəsə məqsəd var, yoxsa prosta elə belə edirsiniz? Yaşlı 30 yaşlı kişilər prosta rap deyir. Yox, işləyirik də, yox, prosta rap deyil, yaxşı rapdir. İşləyirik. Amma mən bilirəm prosta bir sənlə maraqlıdır. Bu Fats kimi tanıyırdıq da biz sən zat. Sonra bu maskanın geyindiyin kərə bir gizlətmək üçün özüdür. Yox, əslində gizlətmək üçün deyildi, yox. Bu əslində proyekt, bu Buz proyekti TEF olmalı idi. Hə, TEF maskanı geyinməli. Olmalı idi. Sifətinə olmadı elə bir. O vaxt bir moment var idi onun həyatında. Raplə də məşğul olmaq istəyirdi. Həm də istəyirdi üzü görsənməli deyildi işləri ilə falan bağlı. Mən onu dedim ki, davay belə eləyək. Bir dənə maska giyinirsən üzvə, səsvi də dəyişirik. Elə layihə, rəqəbi də qoyduq Buz. Bu proyekti mən fikirləşdim. Sonra elə oldu, 1 il keçdi, 2 il keçdi, 3 il gözlüm telefondan səs çıxdı. Maskaya da pul vermişəm. Gördüm, fasıl o deyil. Maska da qalıb orada toz bağlayır üstündə. Dedim, elə özüm giyinim. O Spider-Man-də oraya Etim Gordon jurnalı üçün zad veriləcəyini. Batman-də olmuşdu. Batman-də olmuşdu. Batman-də olmuşdu. Mən üçün hamısı, mənlər hamısı eynidir. İyi Battle-a çıxdın sırası. Yox, Battle-dan qabaq nəsə var idi? Battle-dan qabaq bir dənə track çıxdı, ondan sırası çıxdım Battle-a. Amma o elə bir dis idi, yoxsa prosta elə bir kommersiyan nöqtə. Sən niyə razılaşdın Battle-la? Prosta nəsə konflikt var idi o vaxt. Yox, konflikt yox idi brat. O bir sən necə məsələ idi. Mən Maziyə dedim ki, fikirləşdim ki, elə bir sıfırdan başlayıb da, Fats suje yoxdur, Buzdur, tanıyan yoxdur. Ən yaxşı qısa tanınmaq yolu elə kəllə-kəlləyə çıxmaqdır da.
Maziyə özüm təklif elədim, mən də istəyirəm. Hə dedi, əla, niyə də yox. Mənə yığdı ki, sonra deməli 3 nəfər var. Miro, Naton, Əsliхан. Mən də Əslihanı seçdim. Miro, Naton, Əslihan. Hansı ilə istəyirsən? Yox, hələ Naton epi olmamışdı hələ. Onlar razılığa gəlməmişdi. Sonra oldu, hə. Sonra mən də dedim ki, Əslihanla istəyirəm. O battle sonradan baxdın, maraqlı battle səncə? Mənim battle-ım? Hə, Əslihanla. Açığı marağı ora Əslihan qatıb. Yox, məncə maraqlı battle deyil. Ona görə səndən soruşuram. Sən bir izləyici kimi. Hə, sonra bir saniyə o necə idi? O təzə başlayırdı. Bu Eon-liqadan sonra təzə Battle Generation başladı. Ona baxsaq, indiki battle-larla müqayisədə o vaxtda olanların demək olar heç biri maraqlı deyil. İndi daha təkmilləşdi, daha maraqlı oldu. Nə Eon-liqa maraqlı deyildi. Eon-liqadan sonra elə bil ki, təzə bir generation başladı da, bu kəllə-kəlləyə gəldi. O vaxtı o silsilə battle-ların arasında o qədər də pis deyildi. Qısaca ən çox prosmotor yığan battle. Asıxanca. İndi olsun da. O zarafatsız, o Pasta Tibu'dan da çox yığır o battle. Ondan da çox. Hada o Asıxanca vaxt partladan vaxtları. Aslıxan da gəlmə soruşum ki, Aslıxan fişkası nə olub ki, o belə partladı? Yox, onlar treki çıxartdı da o battle-dan sonra. Okey də bildim. Ümumiyyətlə var idi. Alqoritmi düz tutdu. Yox, məsəl üçün mən niyə gedirəm maraqsız battle-dır. Belə battle olur ki, məsələn, sonradan baxırsan, deyirsən ki, ha, yox, bu maraqlı alındı. Eynisi də Jacob Miro'dur mənə görə də. Mən başa düşmürəm bu battle niyyəti nədir ümumiyyətlə? Niyə görə bu battle var idi? Eyni sizin də. Mən bildim hansı nöqteyi nəzərdən. Çünki bif yox idi. Hadi sən və Əslihan bir-birinizə nə deyəcəksiniz? Siz orada elə bir barmaqdan nəsə uydururdunuz belə içinə. Sən təsəvvür et ki, ömrümdə 2 dəfə görüşərdim o battle-a qədər Əslihanla yoxsa görüşməzdim. Əslihan təzə fiqur kimi peyda olurdu. Sən maksimum orada Əslihan'a deyə bilərdin ki, sən əvvəllər Qaraqanı təkrarlaydın. O da sən maksimum. O da Hasan yarısı Tibo'ya gedirdi elə bir də. Bakavoy belə punch atırdı belə içinə. Prosta niyə Tibo'ya? O vaxt sən Roger Big Nation-da olduğuna görə bəlkə Tibo-da. Big Nation, Kain Family düşünürsün nəsə. Kain Family-də olmur, bax bu stopda oldu. Belə bir mənzərə var idi ki, bilməm necə yaranmışdı. Bu aradan yaranmışdı ki, elə bir ki, budur hamısı. Çox Kain Family olmamışsa. Yox. Stop Big Nation səhətləşdir. Mən olmuşam, mən olmuşam Atimdə. Atimdə, Şahruz Günlər. Hə, Şahruz, Dako, MDS var idi. Çünki Atimin trek yadımdadır. Sən orada. Hə, bir dənə Dis idi sonra da. Bunlardan açıldı nəsə belə bir trek. MDS o festival eləyən qaqaş idi də. Hə, həm də yanımda olmasa belə bir mənim olacaq. Mənim olar. O idi. Sonra Revolution label oldu. Özdə Qəza idi, rəhmətli. Bu gün də onun köynəyini istədim çıxırım, yad edeyim. Qəza idi, LG idi. Sonra Rüzgar da var idi. Xəzan da var idi. Hə, Euro, Clavis. Sən də orada idin. Hə, Revolution label idi. Yadına deyil. Topu atsad orada oradakıların yarısı da deyirəm. Oradakiların əksəriyyəti o label haqqında hərəsi gəlir başqa şeylər danışır. Evolution Sans label deyirsən. Eyni sastavı saydı da. Yox, bircə saniyə. Sən Big Nation. O sən G-Costu deyirsən. G-Costu deyirəm. G-Costa mən yox idim. G-Costa Evolution arasında nə fərq var? Sən əlavə olmusan. G-Costa mən yox idim. Bax belə idi. Revolution bir label idi. İçərisində G-Cos qrupu var idi. Evolution deyil, Revolution. Hə, G-Cos qrupu var idi. Atim var idi. Bir də Kain Family var idi. Mən Atimdə idim elə bil. Hamımız çox maraqlıdır o Revolution labelimizi götürsün. Birinci dəfə də eşidirəm ki, belə label. O birinci label idi də, səhv eləmirəmsə. Yoxsa bu sonra Stop gəldi də, düzdür? Hə, ondan sonra uje Stop qrupu oldu. Stopda da mən idim, Zigzag idi, Sniper idi, biz də Donvion. Biz də Freak. Gülmə, sənə yazacaq yerə də, eləmə. Yazmışdı. Hə, sənə bir işte. Yolun qonaq çağırmışdıq biz. Aha. Demişdik ki, gəl bura qonaq olaq. Çünki həyatında çox böyük dəyişiklik oldu və maraqlı bir qonaq olacaqdı da. Əvvəlində rapper olub, sonra belə bir DJ seçib. Hə. Bu Stopla necə tanış oldun? Təmiz başqa kurqdan gəldin. Stopla necə oldu? Uşaqlar hamısı dağılışdı. G-Costa getdilər, bax həmən vaxt. Yox, G-Costa getdilər Moskvaya. Qaza getdi Moskvaya uje, qaza getdim, biz getdi. Orxangeli, Turalxask, o həmən o Rusiyada mahnıları buraxan vaxtları idi. O biraz sonra oldu. Amma yəni ki, həmən vaxt. Həmən ərəfə idi. Birinci Qazanın birinci gedişində. Birinci gedişində deyirəm, hə. O getdi, Atim də uje dağılmışdı. Uje Şahruz qayıtdı Atimə təzədən. Dako ilə uje ikisi qaldılar orada, hə.
Dağılmış deyəndə bir sən azdırdılar, sonra təzədən birləşdilər. Yola sinaf tərəfə getdilər elə. Yo, hələ onda on label deyil idi axı. O vaxtda on label yox idi, məncə yox. O vaxtda on label Yox idi. Onlar prosta Bizə burada. Sən danış qardaşım, sən danış bizə. prosta dağılışdılar. Hə, yox, kim dağılışdı? ATM dağıldı qrup. Dava oldu da orada. Biri var idi. Dördüncü kəs. Hə, bir nəfər var idi. Bu başmara qatıldı zad elədi, həmişə kimidir. Hə, Pul üstündəydi. Yox, pul var idi. Pul var, 2009-cu ildə pul var. Şokolada Onda qız söhbətidir. 70 qəpik. Onda qız söhbətidir. Çünki qruplar Qız söhbəti də deyildi. Yox, oğlan söhbəti. Qız söhbəti dağıldıq da. Gey nəsə olsun, dağıldıq da. Hayda, dağıldı başım. Onlar elə bir sonra təzədən birləşdilər. Çox şübhəli gəldi. Yox, şəxs yox idi. Daku qaldı tək. Prosta A. Tim oldu. Daku qaldı tək. Daku da tək qalanda şəxsə zəng edir. Kim tək qalmışam ki? Şəxs gəldi, boşub. Mən də qaldım belə. Zigzag da mənə dis atmışdı həmən ərəfələrdə. Oydu, bu onun. Onda tanış deyildi heç. Bir gördüm. Gəldilər ki, LCQ var idi o vaxt. 220-71-46 indiyə qədər yadımdadır. Öz nömrəm mənim yadımdadır. ICQ yadındadır sənin. ICQ yox, LCQ, Repes. Hə. ICQ yox, MSN. Onu da tanımırdım. İmeş. O Digo. O nə idi adı onun? LCQ. Hə. Nəsə oyla elə bil ki o çıxdı, o mənə dis atdı Zigzagla bir yerdə. O gün belə tanış olduq, sonra Zigzag gördü ki, əslində o adam deyiləm də. Zigzag azdırdı onu. Dedi sən gəl. Sonra uşaqlar məni Sniperlə Donvion çağırdı stop qrupuna. Mən dedim Zigzag gəl. Mən də Zigzagı götürdüm. Onda sən Zigzagı gətirmişsən. Mən Zigzagı gətirdim. Oo, bunu bilmirdim. Bomba söhbətdir. Belə oldu stop. Belə oldu Ondan stop. mən Zigzag mix mastering zad edə bilirdi. Təzə başlamışdı. Bəs onda studiya var idi. Onda təzə mən eləyə bilirdim mix mastering. Amma şey var idi onda. Nə? Studiya var idi. Hə, Ziginin həmişə studiyası olub. Zigi elə bir Türkiyədən gəldi. Təzə gəlmişdi Azərbaycana, orada yaşayırdı. Oradan gələn kimi elə tanış olmuşdu bu uşaqlarla, o studiyada işləyirdi. Nərimovda studiya var idi. Zigin də nə qədər studiyası oldu. Hə, bu o Pasayan studiyası olub. Pasayan işi, yəni işi idi də. İndi də studiyası var da. İndi yoxdur, yox. Yoxdur indi. Yox, oyunda danışırdıq deyə yoxdur. Uşaqların var yeri orada. Hə də indi nə lazım? Hə, bəs sonra siz necə birləşdiniz hamınız? Fərqli şeylər. Big Nation. Sən var idin də Big Nation'da. Bizə yox, Big Nation'da var idi. Bizə yox vermirdə var idin, 2-də yox idin elə bil. 2-də var idim nə Hə, nə var 2-də var idin, 1-də yox. 1-də yox idim, yox. Niyə yox idin? Özün istəmirdin yoxsa? Çağırmamışdılar bizdə. Aa. Bizdə çünki özləri idi. Bizdən sonra o necə idi? Kayan Family bizim studiyaya davet eləyirdi. Elə bil ki, ayda neçə gün sonların idi. Biri işlədilər, klipini çəkdilər. Sonra 2-də uje bizə təklif elədilər. Zigi ilə mən elə bir stopdan Zigzagla mən olduq orada. Necə bu Kayan Family olmuyor? Belə şey. Ya olmam. Prosta amma elə niyə belə hamı elə bilir sən Kayan Hamı Family. elə bilir. Mən bilirdim. Bir şey var, effekt bir dənə var, adı yadımdan çıxdı. Effekt Babuçki. Yo, Babuçki. Mandela. Ha, effekt Mandela. Hamı elə bilir ki, buz Kayan Family-də olub. Hal-hazırda mən onu yaşayıram. Çünki pastada içi Buenos Punch-dan həm telefonu, həm də sənin də şey edir, nəzərdə tuturdu. Biz sadəcə bir yerdə idi. Bayaq sən vurğuladın, indi uşaqlar bir yerdə, labelsız falan. Çox adamı bir yerdə çox görəndə eyni adamlardan. Elə bilirlər ki, siz artıq bir adı altında işləyirsiniz. Bir-birinizin tərəfini tuturdunuz axı. Hə, dostluq eləyirdik ona görə. Niyə deyilməsin? Prosta yəni də doğrudan mən bir dəfə səndən eşidirəm ki, kimsə. Yox, düz deyir. Çoxları elə bilir ki, Kayan Family-də buz da var. Düzdür, çox elə deyirdi. Bəs Big Nation davam eləmədi də burada. Big Nation'da şey də var idi, Rüzgar da var idi. Hə, Rüzgar var idi. İstehsa var idi. İstehsa var idi. Hə, Kör yolçu idi, puzzle da var. O vaxt siz niyə görə yığılmışdınız? Bir yerdə o 8 nəfərlik şey eləmək. O 8 hə. 8 şey Türkiyənin işləyir ona görə şeylər. Elə o bəlkə də özümüzlə istəmədən onu mən bilmirəm ki, dəqiq bu dəqiq yalançı olaram deyim ki, onu kopyalamışıq. Çünki o ərəfədə çıxmışdı. Amma hə, eyni ərəfəyə düşdü, eyni bəlkə vibe istədi. 8 Ay Sezərgil falan. Ay Sezərgil, sizdə hansı Big Nation? Hadi siz də 8 nəfər idi. 2 dənə tək buraxdılar sonra. Hansı o Moskvitdə ayağın zadın belə qoyulur. Moskvitdə zətdə də. Orada Donvion da vardı. Orada Donvion da var, orada mən də varam, hə. Sən hansı tərəfdəydin orada? Axırlarda.
Allah ha yadımdadır. başa Özü orada zor girmişdin ha. Yeganə deməyək. Direkin dikili. Yeganə sevirəm səni. Güzel belə fırladırdı. Çoxları çox güman ki, bunu gözləyir bizdən. Yəni bu mövzu o təmizdə də qabaq. Görmürəm səni. Bu 100 mən arada baxıram ki, Maziyazada deyir, yazıq görmürmüş Aslı xanım səni. Bunda çox belə rakurs zəifdir. Həmin o hansı ki battle-da mən münsif olmuşdum, Combat Battle-da. Sən sonradan çox şey yazırdın, video paylaşırdın zat. Yox, çox şey yazmırdı. Video var idi, video paylaşmışdın. Sən də danışırdın mən cavab. De. Nə deyim, danışdıq da şeydə. Harda danışdıq səninlə? Meydan sənin 900-də da nə deyim, danışdıq da kifayət eləmir çoxları sənə. hələ də mənə yazırlar ki, Samir sən orada haqsızlıq elədin. Haqsızlıq elədin. Sən mənə səs vermişdin. Yox, tək sənə demirlər orada. Yox, indi mənə deyirlər, yox. Yox, sən buza səs vermişdin, sən onda nə deyirdilər sənə? Yox, orada mən dedim ki, yəni məlum normal çıxış eləməyib də. Yəni mən buzun çıxışını, yəni buz elə bir tək çıxış eləyib. Hə, orada bilirsən biraz necə tək çıxışı mən necə qiymətləndirə bilim? Hə, məlunun elədiyinə nisbətən buz daha yaxşı idi. Hə, buz qalib. Yox, Dəniz də tək deyib də, Bətullah tək çıxış elədi, onu da. Ona müsiflər içində demədi amma. Mən fikir bildirirlər də, nəsə fikir var da, çıxış var axı, çıxış varsa fikir də olmalıdır. Kimin hansı fikir var Dənizdə? Heç bir fikir yoxdur, yəni heç kim heç nə demir, pis çıxış. Orada nəsə dedilər ki, brat, mən Dəniz məlum batıl ümumiyyətlə ancaq orada onlar gördülər. Ümumiyyətlə deyirəm, tək çıxış. Çıxış varsa fikir də var. Ancaq orada gördülər. Hə, bu da tək deyildi. Buzda da tək deyildi. Buzda prosta məlum var idi. Hə də mən də ona deyirəm ki, mən münsif olaraq bunu dedim. Amma orada biz münsiflərlə oturanda təpki desəm mən ona səs verdim. Təpki mən də belə baxdım ki, təpki mən ona səs verirəm. Mən də qaraya belə baxıram, deyirəm, bu nə edir? Elə şey eləmək olmaz. Onda tema bilsən nə idi, qardaşım? Təpki dili başa düşmür. Hə. Başa düşdün? Baxırdı ki, kimin video xoşuna gəlirdisə ona səs verirdi. O qəşəng giyinib, biz də düşdü, ona səs verirdi. Krasovka. Nə qəşəng oğlandı. Bunun səndə bir dənə video var idi, sən bir dənə video paylaşmışdın. Çox uzun idi. Pus yadımda deyil o videonun məzmunu nə deyir? Məzmunu o idi ki, yadıma düşəcək. Sən Davay dinlə. Sən çənədə mən birinci dedim ki, belə bir məsələ varsa, yaranıbsa, ən yaxşısı gəl bunu elə ictimaiyyət yayılıbsa elə cəmaatın qabağında danışaq. Mən təklif elədim, Nikoya da dedim, Vaxoya da dedim. Bəs gəl verilişə gəlmək istəyirəm. Bu gün sabah biraz belə məsələlər oldu. Fırlatdılar. Atdılar sən üstüyə, fırlatma. Gərək mənə deyəsən. Qarşı nə olursa mənim üstümə atırlar. Yox, sənə yazdım, oxumamışdın. Görsən, burada dedi ki, sən nə dedin? Sən mənə yazdı, oxumadım, çağırmıyor. Yazdım nömrəmi. Sonra da bizə necə yandırdın özü. Demişəm sənin nömrəmi Nikoya da yığmışam ki, bəs istəyirəm Samirlə danışmaq istəyirəm. Mən xoşlamıram da belə şey, belə videosu. Çünki variant açığı olmadı mənə. İndi ittiham olunan bir tərəf varsa, onun da özünü müdafiə eləmək hüququ var da. Variant olmadı deyən ona görə sən yazmışam, məktubu açmamısan. Sən üstündən 3 gün keçib Vaxo video çəkir, sənə zəng eləyir, nömrən düşüb də orada. Hamı yığdı ya. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Bu ensiklopediyada necə hər şey yadımda qalır? Adlar yadımda qalmır. Məndə də adlar yadımda qalmır. Adlarla çox böyük problemim var. Burada futbolçulardır, burada reperlərdir. Sonra qalanlar olsa. Amma futbolçu adları yadda qalır. Futbolçu adları yadda qalır. Mən nə görürəm? Mənə belə ittihamlar elə biz sonra bununla əlbəttə ki, bu oturduq şeydə də meydan səhnədə danışdıq falan elədik. Yəni prosta mən münsif qərar verdim. Yox, mənim sənə adresiyam olmayıb. Mən hamı düşdü ki, yəni belə o mən münsifəm də nə istəyirəm deyirəm. Düşmədilər. Orada yox, mən üstümə tək sən üstümə deyil. O qədər səhv münsif qərarlar olub. Çox o qədər səhv münsif qərarlar olub ki, yəni mən özüm baxa-baxa İdrisə də şey dedilər də. İdris səhv danışmışdı da orada bura. İdris gəldi danışdı, niyə görə dedi bunu? Hə, yəni ki ona da şey dedilər də. Çox olub belə hadisələr. Amma yenə də bu səsi sənə verib də, sən niyə əsəbləşmişdin ki? Necə mən vermişəm o səsi də? Söhbət ondan gedir. Mən bu səsi necə vermişəm? Məlum, bilirsən biraz necə çıxdı? Məlum deseydi udazdı, bu biraz. Mən belə söz demişəm. Elə çıxdı da məlumdan çox şey gözləyirəm. Yox, mən onu hər gün çox şey gözləyirəm. Yox, bilirsən bu datka necə məsələ? Mən onun repini bəyənirəm də. Okey, çox şey gözləyirdim ondan. Amma həmin günü mən bəyəniləsi rep dedim də, yox. Yox, mən yenə də belə hesab edirəm. Məlumdan nifrətlə. Mən yenə də hesab edirəm ki, bir tərəzi olmalı idi. Aha. Məlum heç nə demədi, heç nə demədi. Onun fonunda sən əla idin.
Okay. Amma məlum nə istəsəydi orada başqa söhbət ola bilərdi. Yəni biz orada tərəziyə qoya Mücərrəd bir bilərdik. şeydən danışsan axı artıq. Yox, mən yenə də Olmayan bir Sözün şeydən mənasını danışsan. bilmirəm. Mən bilmirəm. Sən Sən bilmirəm. öyrədərəm. Yox, brat, İsmaildə söhbət ondan gedir ki, tərəzi yoxdur. Ona görə mən dedim ki, hə, məlun şeydir. Mən çünki məlun rapper olaraq Tərəzi yoxdursa mən burada Sən tərəzi almışam. Ona görə sənə səs verdim də. Məluna səs vermədim. Mən məluna səs versəydim deyərdim hə. İstəyim, potom выясним. Başı bəyə. Hasansa batlatıqsan alır əlində tərəzi ilə. Tərəzi üstə. Siflətin tərəzi gətirmişəm zaten. Ya da o kaçel olur, bir otsada belə Bəs məluna niyə batla çıxdın? variantım yox idi. Nə oldu bu uşağa bir variant verin. Mən həmişə qardaşım. Sadəcə ki, Samirdə də problem. Yox, problem nə dəxli var? Mən pul qazanmağa çıxmışam. Sən də hə, Niko zəng elədi mənə. Elə bir bütün iştirakçılar seçilmişdi. Tək rəqəm alınırdı. Bir dənə məlum qalırdı, rəqibi də yox idi. Qardaşım, vallahi sən dediyi hamı bizə deyir. NATO da onu deyir. Onda oldu. Heç kəsdə variant yox idi. Gəl bir də 30 mənim yanımda. Gəl 30 mənim yanımda göstər. Strategiyası. Hamı özləri bölüblər, kimlə kim düşəcək. Yox, Samir doğrudan bölüm. Çünki ən axırıncı mənə zəng gəlmişdi. Ən axırıncı danışdığı adam mən idim. Hə, Niko, səs çıxart da. Yox, belə şeydə səsini çıxartmaz. İndi 4-cü divarı şey eləmir. Əksinə misal üçün FTB buz, NATO məlum. Maraqlı olardı. Bu maraqlı olardı mən. nə bilim, bəlkə də o vaxt FTB NATO maraqlı gəlirdi əgər battle eləsəydilər. Amma özdə orada bir dənə bomba şey var idi ki, battledan sonra şeydir, buzla. Başı fikriniz necədir sizin elə battle-lar? Mən aparıram, necə belə şey. Necədir fikriniz elə battle-lar? Çıxırsan heç bir punch yoxdur, hər özü üçün böşləyir. Elədənsə. Battle deyil axı. Bu fikrim heç nə, fikrim yoxdur bunlar. Nə fikir bildirim? Və yenə desən ki, mücərrəd şeydən danışırsan. O da eyni şeydir. Amma ruslar eləmişdilər onu. Mən Amerikada da bəlkə var, mən onu Xaydla şey deyirsən? Mən deyəsən Drago ilə No Limit deyirəm. Yox, Xaydla şey də var idi. O başqa məsələdir, brat. Hadi ya onlar da onu da daha bomba eləyirdilər. Yəni də sən 2 raundun bir-birinədir, üçüncünü show edirsən. Hardasa Miro ilə Jayco da onu eləmək istəyirdi. Jayco düzdür, pis eləməmişdi orada. Slow SPB-də misal üçün var idi. Xayd bir də kim utdu onlardan? Yox, səs vermə yox idi. Miro Jayco-da kim utdu? Hə? Miro Jayco-da. Miro. Miro utdu. Enlari xanımla bir dənə birinci track. Aha. Bu sən rap. Yəni mən nə var onu deyirəm də, brat. Açıqam mən belə şeylərə. Bəyənirsən o trackı? Yox. Niyə buraxdınız? Bəyəniləcək bir şeydir. Şərt deyil ki, özüm bəyənim. Mən kütlə bəyəndi bəzi insanlar. Müəyyən bir kütlə bəyəndi. Nə bu çox elə biri. O klub nə qalan idi da? Hype. O niyə insanlar bəyəndi onu? O demək deyil ki, mən bu dəqiqə bu jaketi bəyənməyə bilərəm, amma mənə yaraşır. Amma Elnara xanım da bəyənmişdi ki, yəni fit okey vermişdi də ona da. Bəyəndi. Yəni mən bir sən nə fikirləşdim? Standart Samir müğənni, rapper duetlərindən biraz qıraq haşiyəyə çıxmaq istədim də. Podxodu biraz dəyişmək istədim. Nəyə görə? Fikir versən Elnara da orada nəsə deyir, rap deyir. Elə bir yazmışam ona. Çünki normalda necədir standart olur. Müğənni gedir öz partiyasını oxuyur. Nə qayrətini oxuyur. O da mənə çatmış. Elnara bütün Xosenlə fiti, nə bilim, Dəyirmanla fiti zaten hamısını özü yazıb özünə deyirdi. Bir dənə intervyusunda deyirdi ki, bütün tekstləri hamısını özüm yazmışam da. İminli gəldi sənin fitdə elə bir özü yazmadı. Özü bir-iki ideya demişdi. Yazmamışdı, amma deyirdi ki, yəni burada belə bir mövzu verirdi də mənə. Bax bu şeyə də toxuna bilərsən. Mən də onun haqqında bir şey yazdım. Buzun da versi zəif idi axı. Yox, deməzdim zəif. Come on bro. Məsələn, neynəməliyəm? Ölməli idi. Atomları parçalamalıyam. Nədən danışmalıyam? Çox basic idi. Həddindən artıq basic olmalıdır da. O dərəcədə yoxdur, bro. O dərəcədə yox. Yəni onda qalsa sən Ramil Nabranı bəyənmirsən belə başa düşdüm. Ramil Nabranın mən bəzi dövrlərini bəyənirəm hə. Sümüyümə düşür. Hansı məsələn Nabran? Ha, Nabran pik. Bir dənə o bəs başqa birisi var ya. Yəni söz belə bir dənə də o vaxtı şey var. Sözü götürsək belə eyni şeydir də. Runda qadaqa. Raqamafin. Yox, Raqamafin. Raqamafin orada. Bu iki track. Əmi də burada olanda əmiyə də onu dedim. Yəni iki track bəyənirəm. Yəni söhbət də ondan getmir. Sözün çək belə baxanda ikisində sözün çəkisi demək olar ki. Söhbət sözdən axı getmir. Mahnının mürəkkəbliyindən söhbət gedir. Ramilin brevis çıxmasa Ramilin çıxması hər oğlanın işi ilə zadunkalar deyirsən. Səncə mən orada flow eləmişəm, çıxıq eləməmişəm.
Yox, mənə görə çox Mən zəif prosta çıxdı. öz fikrimi deyim, indi Samir deyir. Biz məsələn Xose ilə Elnaranın zadı belə bir sənə başqa valna da görmüşük. İriski onu klubnyaka salmaq niyə lirik nümayəndə vermədin ona? Gözüm də. İkincini deyirəm də, ikinci. Amma birincidə niyə iminli klubnyakda? Yəni nə gördün sən ki, Elnara xanımdan klubnyak zor gedər. Özü istədi. Özü dedi ki, hə, Klubnyak mövzusu da deyil. Klubnyak da deyil. Onun kim klubda qoşub qulaq asıdır onu. Yox, prosta yəni elə daha çox o janra yaxın. Biraz var, amma ki heç kim o klubda inanmıram ki, kimsə hansısa DJ onun klubda qoşsun, oynasın. Yox, yaxşı, klubnyak olmasın, drive-over da. Yəni deyirəm ki, daha lirik ilə. Məncə söhbət ondan da getmir, bura. Çox zəif. Burada mövzu var idi da, bir mövzu var idi. Hansı show biznesdəki bəzi məqamlara toxunulmuşdu da. Mövzu da çox bəsit idi. İdeya səndən getmişdi. Riski fırladırdı. Promoyada bir sviyaz var. Yoxsa yazın ki, belə bir mahnı var ağlımda, istəyirəm sizdən fit olsun. Necə? Yəni tanışdırdıysan var idi. Yox, yəni ki, birdən-birə özündə dedin də mən... Birdən-birə oldu. Yəni, belə zadumka deyildi ki, oturdum Eminlə Elnarə ilə nəsə fikirləşim. Təklif elədim, qəbul elədi və mən də başladım. Niyə məhz Eminlə Elnarə? Mahnını yazmağa. Deyirəm də, repdə daha çox oynayan şeylər oldu. Xosay zad belə ondan qalıb da edilər. Həm də Samir yəni çox professionaldır. Yəni yox heç də. Adama əjdahat da o işte o. Bir şeyi bir dəfə deyirsən belə, girir onun da sən dediyin ən yaxşısını eləyir. Elnara əjdahat söhbət ondan gəlir. O studiyadakı zarafat edirəm də sən elədiyin. Deməli təzə geri indi Hype Trino ilə geri. Onun studiyası şəhərdədir, Targovdadır. Tapan biri yay vaxtıdır özdə. İndi tapan biri də zəng edirəm ki, bəs Elnara xanım buradayam. 5 dəqiqə gözləməli olduq da. Abdullah da zəng elədi ki, əriməmsən elə bu. Çox zarafatdır. Eşitsən, evə getmək istəyirdin. O zarafatdan sonra deyirsən ki, bəsitdir. Neyiniyim sən? Kvant fizikasından oxuyum. Bəsitdir. Uşağımızın R&B ulduzun elədiyi zarafata Kim yazır? Əriməmsən buz. Kant da bəsit idi də. Hə, Kant hə. Kant da çox zəif idi. Deyirəm də bu da bəsit bayaqda bilmirəm. Bu da bəsit, trek bəsit. Kimin bəsitdir? Trek Mən bəsit. basic eşitmişdim. Akasa basic. Basic bəsit. Demişdin en şey. Hə, basic demişdin hə. Albom necə işləmirsən? Səndə boş albom var? Albom 2 dənə albomum var. O vaxtı Fats vaxtından. Ha, o vaxtda, buz vaxtından. Yox, buzda yoxdur. Niyə? İstəyirəm sən yoxdan istəmirəm də. Açığı reytinq məsələsidir. Sən də mənim işini reytinqin azlığına görə çağırmamışıq sən üçün. Mən söz demişəm. Hə, şeydə meydan səndə. Yadında deyil. İçkiliydi. Az istoya gəzdi. Özü içkiliydi mən. Özü yadında deyil. Mən içkiliydim amma mənim yadımda. Mənim yadımda deyil mən. Sana nə danışır? Ona görə biraz istəyirəm ki, singllar buraxım, tək-tək treklər, kliplər, orada bir kütlə olsun, bir həm YouTube, Instagram bunlar hamısı xoda düşsün, elə də albom təqdim edeyim. Prosta bax da, həm də biraz bir məcburiyyət özümdə görmürəm də albom eləyim. Albom xəttinə albom istəmə. Bir konsept nə vaxtsa ağlıma gəlsə, bir maraqlı bir şey eləyərəm. Məsələn, bu dəqiqə sizin albom işləyir, baxırsan ki, bu fikirləşib, ay şeyin konspekti var. Hə, yəni svyaska var treklərdə bir-biri ilə. Sən belə bir şey. Ümumiyyətlə mən baxıram ki, Azrepdə misal üçün biz çox bu mövzunu tez-tez burada açırıq ki, yəni çoxlar dedik ki, biz özümüz üçün nəsə eləyirik, nəsə bəyənirik bunu, ona görə eləyirik də. Amma sonradan mən istər-istəməz burada gəldə danışırlar bunu, amma sonradan eşidirsən ki, hamı eləyilir ki, yox, mən bu treki özüm üçün buraxıram, tutuzdura bilməyən adamın bəhanəsidir. Bəli. Çünki özün üçün buraxırsan, onda YouTube-a niyə buraxırsan bunu? Amma inanıram ki, özləri üçün buraxırlar. Niyə istəyirsən ki, inanıram? Çünki mövzulara baxıram treklərdəki. Ancaq özləri başa düşürlər. Hə, bu mövzu yəni heç bir Azərbaycanlıya maraqlı deyil. Yox, mövzu çox zaman mövzu aç da. Yəni mənə görə trekdə ümumiyyətlə mövzular əsas şey mövzudur. Yes, olmalıdır. Yadda düşür o vaxtda elə idi da az rəpdə də hamı mövzu ilə yazırdı. Azərbaycan gəncliyi olsun, Xose olsun, hamısı mövzu ilə yazır. Dərman Xosenin çıxdı, heç olmasa biraz bu tərəfə. Expert Buster, Dajdo Sabu, Tibu, Defo, Vaxo.
Yəni rüzgarın özü götürər. Yəni baxırsan ki, trekə dinləyirsən və trekdə sən bir Azərbaycanlı gənc olaraq trekdə Mesaj var. Dəşə mesaj yox, sən trekdə özünü tapırsan da. Aha. Misal üçün deyir ki, ekspertin deyir ki, oturmuşuq çayxanada çay içirdik, nəsə pay içini. Bu şey oldu sözdə hamının ağzı. Çünki hamı çayxanada oturur çay içir. Amma bu bəsit tekst deyil də sənə görə, hə? Yox, burası mən ekspert, sən ekspertin heç bir trekində bəsit deyə bilərsiniz. Biz o boyda böyüməmişik ki, yox, ekspert onu deyək bura. Mən çox böyüyəm ona görə. Söhbət ondan getmir. Yox, sən deyirsən ki, ədəbiyyat baxımından bura. Oturmuşduq çayxanada çay içirdik pay içini. Orada trekin konsepsiyası var. Mən bu cümləni deyirsən, bu cümləni misal çəkdim. Yox, bu cümlə prosta oradan kontekstdən çıxarılmış cümlədir. Bu sən bütün teksti götürürsən, yəni orada başa düşürsən niyə görə bu cümlə belədir. Yəni o bir gəncin gününü sənə göstərdi ki, Azərbaycan gəncin günü necə Sən belə şeyləyən şeydir tворчествосuna. Şəhriyanın tворчествосunu Yəni belə şişirdirməyinə sən eksperti bəyənmirsən? Qətiyyən bəyənmirəm. Yəni ki, o imində səndə də o piçinlər vardı. Məsələn, deyirsən və bir də sənin üçün o şey deyil də, ya şedevralni trek sayılmır da. Və biz də Nipomino'da da Hep sənin də yamzadı var idi, yadındadır. hep səninlə. Və bir də olsa əlbət mənə Ha, yox, mən eşitmişdim ki- dillərdən Da, onu eşitmişəm. Bro, come on, sən eksperti bəyənmirsən? Yox, Niyə? Şəxsi söyləyir, bəyənməyə bilər. Qardaşım, passer bəyənirəm, eksperti bəyənmirəm. Yox, prosta mənim maraqlıdır, niyə? Xoşuma gəlmir də. Yəni tərzini bəyənmirsən, yoxsa ümumiyyətlə? Mən ümumiyyətlə bəyənmirəm. Sən üçün rap belə də Hə, olmalı deyil. ümumiyyətlə yəni bəyənmirəm. Bəyənmirəm. Normal Mən nə deyim? bu seçimdir də, yox. Niyə yox? Prosta bizə maraqlıdır. Mənim qulağım üçün deyil, mənə görə o rap o deyil. Fərqi yoxdur, köhnə, təzə, gələcək. Adam var ki, məsələn, albomu yaxşı idi. hansı makaron? Hə, Hə, lap o vaxtları. hə, o yaxşı idi. Yəni deyirəm də sənin də iminə o şeydə küstün elə bir o dəyişildi zad elədi o evdə svodka zad vaxtlarda zad. Yox, onu demirəm axı və bir də treki qəssabda çıxıb. Məsələn sən bütün evdə svodka. Yox, yəni oralar yəni Eşidib. eşidib. Eşidib fanat. Ekspert. Bro, söhbət fanatlı. Mən fanat ola bilmirəm. Mən fanat deyiləm. Prosta bəzi dahiləri danmaq olmaz. Dahi? Hə, Azərbaycan rapin dahisidir ekspert. Okay. Bəs sənin üçün kimdir? Yaxşı. Əgər bir sən özün reper kimi yox, bir dinləyici kimi olsaydın. Dahi. Ümumiyyətlə dahi biraz ağır söz deyir. Yəni də Azrepdən olanların içində, Dahi biraz olanların içində 100% dahi ağır sözdür. biraz o hər adama demək olmaz. Azrepin içində. Yəni kim açıq da kimsə məsəl üçün mənə dahi çəkən və sən bir dəqiqə gözlür. Bu dahi bax. Rüfət var orada. Rüfət dahi. Məsəl üçün məndən soruşsalar, mən məsələn Okabel deyirəm, çünki mənim üçün Okabel Okabel sub dahidir. Yəni mənim üçün hə o toxunulmaz bir şəxsdir də. Deyim də sənə, əgər belə bəyəndiyəm. Okabeldir, OGB-dir. Anaz nağılbazdır. Sən də bir East Coast tərəfdənsən də, başa düşdüm sənə. Yəni repi şəxsi prinsiplərə qatmırsan da, amma sırf musiqi baxımından deyirsən. Şəxsi prinsiplərə qatdığım məqamlar da olur, açığı. Amma ki, hal-hazırda musiqi baxımından deyirəm. Yox, mən burada zövq məsələsinə inanıram. İnsan bəyənmir, o qədər adamlar var ki. Normal. Bəyənmir, mənim üçün də məsələn o daha. Mən ilk dəfədir ki, birinci dəfədə insan görürəm ki, eksperti bəyənmir. Birinci dəfədir biraz. Mən çox görmüşəm. Ayaz var. Ayaz günləri. Allah Ayaz mənim padelnikam. Ayaz. Həmişə kimi New Yorkerdən olan dostlarımız bizim yanımızdadır. Bizi tək qoymurlar. Uşaqlar yaz kolleksiyası davam eləyir. Gedin, faydalanın. Bax o da sizin nə salmısınız da? Brat, mən bu Novruzla bağlı getdim özümə qəşəng ancaq yaşıl paltarlar, qəşəng yaşıl hudilər aldım ki, evdə səməni yoxdur. Ona görə stolun ortasına mənə qoyub. Düzmüşəm belə qəşəng stolun ortasında. Bizim Novruzumuz New Yorkerdə konkretni. Birində sarı aldım ki, şəkərbura vibe versin. Amma yaz kolleksiyaları əsl mənlikdir də. Çünki kaksekdə böyük razmerlər, həm şalvar, həm ayaqqabı, həm hoodie, həm köynə. Başqa harda var? Mən bezmişəm da bu hamilə marketlərdən gəzməkdəndir. Ancaq New Yorkerdən. New Yorker sizi düşünür. Hərdən bir bizi düşünür. Hərdən bir New Yorker. O Şehruzun teması idi. O vaxt şey vardı. Crack kimi bir dənə komandası vardı. Kuxunla zapis gedirdi. Yadındadır. Kimin komandası? Smoky Mozart hamısı var idi. Hepsi. İndi Şehruz onu görüb verir. Bir ruslarda şey var ya, Kuxuna zapsı. Ya, Kuxuna Moskvitsi da. Biz də bu studiyaya keçməmişdən qabaq, indi qısa inşallah Vox-un yeni studiyası açılıb. Gəlin bura qonaq olun. Pikdir də yəni. Kaspian Klamiyəsə göstərdi. Bu bilmədi nə görsün. Bu belədir, bu belədir. Bu Zumerlə belə eləyir də. Yarım ürək. Hə, yarım ürək.
Və burada oje genişdir də, amma orada çox balaca otaq idi. Otaq burdadır, biz stol burdadır, burada kuxnadır da. Kim gəldi ki, mən kuxna söhbət açmaq istəmirəm də. Açmayarsan, o kuxna içində. Onlar düz kuxnaya baxırdı. Onun üçün həmişə kuxna söhbətləri var idi. Əslində ən maraqlı söhbətlər də elə kuxna söhbətləridir. Danışmırlar, çox danışmırlar da burada. Bizdə bu понятие var, duz çörəyi, nə bilim, dostluq zat. Baxam elə deyil, sonra kimsə gəlib kamıncılığa qoyur burada. Bir də axırda çıxır. Duz çörək sırası şey olur, söhbəti ölür. Bu yaxınlarda biz puzzle qonaq çağırmaq istirdik. Meydan səni də tutmuşdun da sən puzzle. Qayıdıb kamera deyib ki, mən çənə istəyirəm, prosta mənə çağırmırlar. Biz də çağırdıq. Bu da puzzle-da qayıdıb ki, mən rapdən danışmaq istəmirəm də. Gəlim qonaq, amma rapdən danışmıram. Sevgidən danışaq. Nədən danışırıq? Nə bilim, Olur da belə. Rəhmət deyib çağırmadıq da. Rəhmət eləsin. Trepi gətirmişdi ilk dəfə Bakı. Çox şey gətirib əslində. O vaxtı birinci mağazini bəs. Şop söhbəti 100% birinci gətirmişdi. Bütün Azərbaycan həmən dönəmi idi ki, ham bomba geyinirdi. Bu gətirdi. Düzdür. Çünki heç kim çox vaxt özlərinə paltar zada almağa zada şey pul yox idi. Hamı gəlir ki, qaza verəcəyim klip çəkirəm, qaza verəcəyim studiyaya gedirəm zada. Hamı gəlirdi, oradan geyinirdi. İndiki pokoleniya belə şeyləri çox aşağı tutur biraz. Zamanının nəbzini tuta bilmirlər, çünki bilmirlər ki, o vaxtda necə idi ümumiyyətlə. Və bəzi insanlar var ki, çox kölgədə qalırlar da. Qəza misal üçün rapini 1-2 dənə trek var ki, Qəza mən bəyənmişəm. Rapini bəyənməsən də kultura olan vkladını töhfəsi çox böyük idi. Klip zat da çəkirdi, brat svodka eləyirdi, hər şey eləyirdi. Həmişə özünü təkmillər, həmişə çalışırdı ki, bu insan ürəyi elə bir az replə döyünüzdü də, həmişə nəsə eləsin. Qəzanın mənə çox kömək oldu. Mənim yadımdadır ki, həmin o Atim vaxtlarında da falan. O vaxt 2008 idi. Mənim yaşım az idi da onda. Biraz şey yanaşırdılar o vaxt uşaqlar. Çox trəkə istəmirdilər ki, imza deyim. Qəzanın onda yaxşı vaxtları patladı. Təsəvvür hostun patladan vaxtı, hostu hamı belə kölgədə qoymuşdu da, avtomatik. Qəza dis atırdı, onlarla disləşirdi, eləyirdi, Qəza da tanınırdı. Sonra otuzduq, Qəza dedi ki, Qəza dedi, bizdə elçi dedi. Mən onları 2 nəfəri heç vaxt unutmaram da. Onların xəttin dünyalar qədər çox istəyirəm, elə elçinin də. O dedi ki, mən Fatsla fit eləyəcəm. Yəni biz eləyiriksə siz kimsiz ki, siz eləməyəsiniz. Yəni bu böyük təkan oldu da. Təsəvvür bir 17 yaşlı uşağa nə boyda dəstək idi də bu da. Başa düşürsüz. Qəza yaxşı dost idi. Çox yaxşı dost. Bəs necə belə oldu? Ümumiyyətlə mən bilmirəm indi bu haqqında danışaq, danışmayaq. Nə qədər səndə informasiya var ya bu informasiya bölüşə bilərsən yoxsa yox. Necə oldu ki, yəni bölüşmək olmaz. Yəni yaxşı, mən başqa bir sualım var. Başqa bir sualım var ki, bu qədər dəstək olan Qəzaya sonra bir momentdə stopda olan distə sən var idin. MDS var idi, stop var idi. Səhv eləmirəmsə şeydi. Fatma Gülün suçu nə idi? Disin adı yoxsa yox? Şeydə xalq mahnısı idi adı. Bəlkə də xalq, amma 100% stop fit MDS idi səhv eləmirəmsə. Orada MDS Qəzaya satdı. MDS-dən də mən deyirəm də Qəza elə bir personaj idi ki, onun davalarına girişmək məsləhət deyildi. Çünki o davalarını da əksər hallarda öz dostları ilə edirdi. Allah göstərməsin. Təsəvvür ki, siz bir-birinizlə bu dəqiqə dalaşsaz, mənim elədiyim şey maksimum ayırmaq olar. Mən deməliyəm ki, Samir pravdır və yaxud Vaxo pravdır. Çünki bilirəm ki, siz barışacaqsınız. Qəza da elə bir personaj idi. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Bilirdim ki, o dalaşanda da içdən dalaşmır, o çox istəyir, bir dostunu Kulturu çox istəyir. bifləri idi daha çox. Amma var idi, sən də. Mən də var idim. Sən də var idin. Çünki həmən ərəfədə Qəza da olurdu da, gəlirdi bir də gördün ona. Yazıram ondan kontaktda danışırdıq da, Moskvada idi. Necəsən o görüm. Sən də onlar tərəfdəsən, sən belə deyirəm, ay Rəşad, mənim bu söhbətlərə aidiyyatım yoxdur. Küstü məndən belə, duzluq özü barışıyor yazmadı.
Yo yaz dissin içində var, fitin içində vardı. MDS Rəşadda dis atmışdı. Stopla fit idi də. Orada Bəs niyə var idi? Zigi idi. Ben onu danışıram da. Elə Ya bizlə deyil biz. Bu elə bir şey Vivuzela. Futbol podkastında. o da çağırında, o da danışır. Yox, mən ona deyirəm ki, mən Teman Boston mövzunu tutamadım da. Yəni Həm o ya məsəl fitdə var idi. Mən də sonra Fats niyə həmin fitdə var idi? Çünki Qəza elə bir personaj idi ki, dalaşız da ancaq öz dostları ilə. Kimi ki çox. Mən bilirdim ki, onlar barışacaqlar yenə də başa düşdü ki, barışdılar da. Başa. Məsələ bu idi. Necə ki, məsələn, Zigi Rüzgarın və Tibunun fitində idi. Sizin pastor bunu qəbul etməyib də, mən bildiyim qədər. Başa düşməm, bu başqa bir mövzudur. Yox, eyni şeydir. Yəni. Hə, onlar əvvəllər bir idi, sonra bir şey idi. Daha yaxın idi. Daha yaxın bilmirəm nə dərəcədə yaxın. Zigi burada dedi ki, mən orada pastora satmamışdım. Mən prosta fit kultura gedirdi. Rüzgarla Tibu pastora söz atırdılar deyə. Tibu da orada Astixana satırdı, pastorla deyildi. Tibu pastor atmamışdı. Orada Astixanla problemi var idi. Rüzgar biraz deyəsən orada vuruşdular. Orada şəkil zad zırırdı, ona görə yadımdadır. Hə, şəkil cırırdı, prosta pastorun şəklini. Alma məsələsi var idi. Alma məsələsi var idi. Kalaşnikov zad var idi. Kalaşnik zad vardı. Deyəsən Makardirdi, yoxsa Kalaşnik idi klipdə, yoxsa nəsə sözdə başqa idi, əldə başqa idi. New School-lara baxıram, o necə qəşəng şeylər. Yaxşıdır səncə? Hansı New School-lar? Bir dənə bizə görsən. O battle-lara gəlib baxırdıq da, bir görsən qəşəng ideya çıxırdı. Hə, battle demirəm, mən trackdən söhbət edirəm. Trackdən. Battle olsa idoldur. Battle, akapella battle mən nə bilim, burada bizim operatora da yazsan çıxıb bomba deyə bilər də, yəni də. Söhbət yəni şeydən gedir, tracklərdən. Battle ümumiyyətlə zibilin çıxardı. Yaxşı görək kimdir? Sizcə kimdir bəyəndiyiniz? Biz də sən də New School-lar bombadır. Mən bir nəfəri bəyənirəm. O VVS. Mən də bəyənirəm. Skinsi qulaqsın, axırıncı albom çıxdı. Yolda bura gəldi qulaqsırdım. Sonra Efraim pisdir ki, əla. Efraim New School sayılmır da o şey. Yox. O bu Efraim 3 dənə albomu var. Har o New School olur. New School düz deyib VVS də tam olaraq New School deyildi. Yəni VVS də artıq 21 rave-lə o vaxtdan önce başladı. 5 il keçib. Amma Efraim 10 ildir. Sən nəyə görə? Staja görə yoxsa yaşa görə deyirsən? Staja görə. Staja görə. Neçədir ki stajı? Kimin? Efraimin? O 10 il. Ha, olur. Efraimin birinci dəqiqə nə çıxmış, nə vaxt podcast eləmişdim? Protolar 10 il. 10 il olar. 13-də 12-də oynamışdım. Olar. Mən eləməmişəm özdə. Efraimin bir dənə mənə fiti var, onu eləmişəm. Necə proto bir dənə treki var, çıxır deyir ki, vax o sotkasını götürür zad, nə bilim nə. Yo, yəqin prosta deyib onu. Sən fitin də var Efraimin. Hə, çıxmamışdı. Sonra bir ara onu paylaşdılar. Kimsə paylaşmışdı. Girdim, sildim onu ki, elə şey. Sonra şey xoşuma gəlir. Vigil var, o xoşuma gəlir. Vigil post treklər Защитник. Vigil var. Liverpool yazaq keçdi. Liverpool oynayır. Nə deyirsən Liverpoola? Brat dağıdacaq Qalatasaray. Hə. Öz udursa bunu kəs. Yox, elə şey yoxdur. Artıq mən bir abra olaram. Məncə Qalatasaray bir-bir oynayacaq bura. Doğru da. Mən belə düşünürəm. Birinci şeydə mən marketə girmişəm. Enfield məsələsi var da prosta. O vaxt şey çoxdandır, bu il çoxdandır yoxdur Enfield məsələsi. Çoxdandır. Slot gələndən Enfield məsələsi yoxdur bura. Slot gəldi biraz bizdə. Düzdür, Liverpoola qarşı antisimpatiyam çoxdur çünki mən antipatiya. Mən nə dedim? Antisimpatiya. Antisimpatiya Azərbaycan dilindədir. Aparıcı istəmirsən artıq. Artıq gəldin olmaz. Amma məncə Enfield bu il daha həmənki Enfield. O sehrini itirdi. Sən futbol oynamısan, özün futbol oynamışam. Nə oldu? Sən də karyeranı universitetə görə saxladın. Hə, yox, bir köpüklə oynamırdım. Yaxşı oynasaydım bunu oynayardım da. Heyf ki, rap aiddə belə şey. Amma rap deməyə davam elədi. Hardasa təslim olmadım. Nə gördüm sən varsansa mən niyə olmayım? Mən 100%, Murad. Mən ən tez mən getdim. Mən təsəllim sənsən. Mən tez getdim. Yox, bu tez getdi də. Mən tez getdim. Mən başa düşdüm ki, Murad bu. Yox, mən səndən tez getdim vəbşə. Hə, sən məndən də tez başa düşdün ki, bu idi. Hə, mən tez başa düşdüm. Mən ingilis dilində eləyirdim Murad. İngilis dilində az idi eləyən. K-Zombie var idi, sonra 4 Kumani. Hə? Sən o fanatlığınla Ekspertin yeni padelnikdə.
Mən elə biləm o demir rap. Yox, demir. İndi bitməkdir. Deyir, amma bir dənə trackdə o demişdi şey, A4 ekspert və şey, O Melankoliya. O yaxşı rap deyirdi. O qəşəng. İndi harca Craven qoysan bir K-Zombie-dir o. İndi Türkiyəyə köçüb, həm belə şeydə səs rejissoru kimi çalışır, həm də ki Bizdə rap deməyəcək o. Hə, o vaxtda bir sürü K-Zombie-dən mənim Dirty fitim var. Money var idi. Hə, Dirty Money-də fitim olmalı idi mənim. O da qəşəng deyirdi ya. Dirty Money qəşəng deyirdi. O da indi işləyir amma. Prosta o vaxt Dirty Money bu yaxınlarda deyəndə ki, 2-3 il bundan qabaq şey çıxmışdı. Studiyanın rəng var. Alo, bəli. O Dirty Money şey çıxdı Türkiyəyə. Mən qabağıma çıxmadım. Türkiyə çıxdı. Hə, o səs. Şəhridən sonra. O səsə, hə. Şəhri niyə? Bilmirəm, xəbərim yoxdur. Prosta Kan familiyada olmuyor bu. Seç bundan da ayda. Əlaqəm yoxdur heç biri ilə. O şeydə Ominlə Batıda xaldiyini qutusu çıxartmışlar. Yadındadır sən? Penaplasdan. Sən şeydə yeraltıda çıxmışdılar da deyəsən. Sən Batıda yanında deyil. Ominlə baxmamışam Batıya. Hə, baxmıram. Ominlə buzun vaxtına baxmamısan. Omin 3-cü raundda şey Penaplasdan xaladenik çıxardır punch. Yadında deyildi orada. Mən baxmamışam. Məşhur Mən epi yapandan baxmamışam yeraltı. Yeraltı ümumiyyətlə nə var mən baxmamışam. Həmin gün idi ki o. Kısa sən vaxt Ominlə bir aranjör idi. O da yəni belə şey idi. Radio show çıxmışdın da vaxtlar. Yox, o vaxtı lap zor değildi o mənlə adam. Belə Salam Mələk var idi. O mənlə sonra dostlaşdıq. Udmuşdun ha? Udmuşdun. Ondan sonra bir dənə əsl Xanım xanım. indirməyə şey oldu mu batıldı? Ya necə vurdum, tefudub, mən udmuşam. Bir harda deyib. Tefodub ha. Telefon batıldı demişdi də. Telefon batılına qədər də udmuşdur o. Yox. Bu tefadan sonra oldu. Doğru. Ha, ona görə ha onda onda düzdürsən. O menajda basın. Stopun şallarla bax şey belə ziginlə də deyəsən şey. Var, zigin. Hə, oyunlar. Bəs bu opislər nə oldu? Sniper zadar da elə. Sniper də oyun yazmışdı mənə. Onlar repsat demirlər. Sniper kim idi? Çox qəşəng deyirdi ya. 4-6. Sniper. Doğrudan onlar niyə başını buraxdılar? Köçdü Türkiyəyə o. O elə şey oldu. Biri getdi Kanadaya. Zigzagdakı Zigzag məşğuldur da, buraxmayıb ki. Çoxsa pis səncə olur, brat. Mən belə bir düşünürəm də. Hansısa da bu kruqa düşürsən, burada hamı rap deyir, sən də rap sevirsən, sən də edirsən də. Sonra görürsən ki, hansı məsəl üçün həvəsi olan insan, məsələn də Mahmud kimi, işini görür, iş işləyir, sonra gedir zapisini edir. Amma bəzi insanlar çatdırmır. Bilirsən nəyə birinə oxşayır bu? O bir də görsən biz mod düşürək bir dənə şey şəhərdə. Hamı fotoqraf olur, hamı əlində bir dənə kamera. Hə də onlardan 1000 fotoqrafdan bir fotoqraf çıxır. Biri qalır yaxşı. Eyni şey bu da elə bir şey. Ki o vaxtı necə Söhbət dəyişir. Kül başma. Xəstə deyə bu. Sən 100% bir daha parazı tapsan özün. Nə modda olursa zafatız hamı onun dalınca gedir. Məsələn, razı. Bir adama rap modda olanda nə bomba idi. Həmin o battle vaxtı zad belə konkret nə. Onda da çox uşaq çıxdı da. Məsələn, sənin yadında olar, E10 liqada nə qədər adam var? İndi Çox ən produktiv əslində battle oydu bura. Ozdan nə qədər görsən töhfə verdin də boyda. Elə Azərbaycan indi 90% olar ki, E10 liqadan çıxır. MC Bass, Neocortex, Epi, Jayco, Omen, Dənizin özü. Məlum da oradaydı. Yoxsa ondan qabaq var. Məlum olmayıb deyəsən. Məlum olub dənizlə para çıxırdılar. O batıl çıxıb çıxmayıb. Çıxıb. Dedi Eco Smoke ilə desən Bad Clouds-la çıxmışdılar. Bəs niyə yoxdur heç yerdə? Silinib. Çox şeylər bura. O vaxtı Prosta mən başa düşmürəm o vaxtı niyə silinirdi o? Niyə şey olurdu? Hara çoxsu kanaldan silinirdi, brat. Ümumiyyətlə nə qədər epizod da öz batılını desən bir moment sildirmək istədi ki, zat uşaqlıqdır, nə bilim, çoxsu utanırdı da o batıllardan. Daha yaxşı. Karatı mən orada görəndə və sonrakı karatı görəndə dəli oldum ki, dəyişdi hə. Karat necə orada vəbşə batdı? Karat ümumiyyətlə gəlirdi o vaxt bizim studiyaya gəlib zapis eləyirdi. Çoxsu gəlib bizim studiyaya. Bu stopdan söhbət gedir. Mənim yanımda даже Neocortex-in birinci zapisini mən götürmüşəm. O idi. Nə əziyyətlər çəkmisən? Hansı track idi yadında deyil. Mən neçə yaş verərsən ki, tanış oldum. Məndən yaşlısan da 32 zaddır ha. 34 olacaq. Plus minus. Neocortex-in birinci zapisi. Neocortex deyir. O yox, Neocortex. 2000 yox 100 ildir də baxanda. Bizə elə gəlir. 2012 idi, 10 idi nəsə belə. 12 aralığı. 10 olanmaz 12 olar. 12, 13 bu aralıq idi. Neocortex battle var idi.
Kimlə? Qapağına çıxdı ki, mən sənə başa salacağam. O desən şeydir də, Epi ilə battle-da o deyəsən. Yox, Karatla. Desən Karatla. Hə. Nekurts yaxşı battle MC əslində belə qalsa. Çox bombadır. Nekotu track buraxmasın da, ancaq battle eləsin. Ya da bir də bit yıxsın. Bitlər də şeydir. Yığa bilir. Efraim'in bir dənə albom Sotka var da idi. eləyir, bit də eləyir. O Efraim'in bir dənə treki var idi. Orada at səsi zad var idi, məşhur zad. Hansıydı prosta yadımda deyil. O bit çox bomba idi. Yəni o şey. Ümumiyyətlə Neocortex-da bir dənə şey var da. Baxırsan mətnlər zadı yaxşıdır. Prosta bəzi yerdə ifadə çox Səs sindromu var Efraim. Hə, səs də problem Səs var sindromu əlbəttə var. ki. O da Səs də istedadlıdır uşaqdır. istedadlı uşaqdır əlbəttə ki. Məsələn, bəzi şey, məsəl üçün Rusiyada şey var idi. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Johnny Boy. Necə tutdu da o Johnny Boy, hə. Johnny Boy da. Belə baxsan deyirəm, məsəl üçün mənim bir də iş yoldaşım atdı. Bura sən necə bunu bəyənmirsən? Deyirəm, bura Nito da birincisi başlayaq ondan ki, bunun səsi belə bir nəsə udub çıxarda bilmir də. Hətta çoxu səsi düzgün istifadə edə bilmir. Bu şərt deyil ha, sənin səsin nazikdir və yaxud baritondur. O səsi düzgün istifadə etməyi tapmaq lazımdır. Bizdəki biraz istedad hər şey demək deyil rəpdə. İstənilən bir şey. Əlavə. Belə danışaq da Samir daha yaxşı biləcək bunu. Bu biz növ o futboldan assosiasiya eləyək futbolla ki, sən istedadın var, okey. Sən bu istedadı özündə birinci təkmilləşdirməlisən. Bu 2, üçüncüsü sənin disiplinin olmalıdır. Dördüncüsü sənin xarakterin olmalıdır. O qədər istedad var Bunun ki, dediyin hamısından bir dənə Messi'də istedad var idi. Amma görsən o yenə də uğurlu disiplin də var, xarakter də var. Disiplin olmasa da xarakter var idi. Nə xarakter? Hamıdan yaxşı olmaq istəyirdi. Balotelli zəif futbolçu idi, istedadsız idi. Yox, Zaten istedad. ümumiyyətlə disiplin yox idi. Gözün axırın oldu. Yəni o heç də Bu məsələ budur. Ki rəpdə də həmçinin belədir. Sən əgər sən mənim istedadım var deyib belə otura bilməzsən də, başa düşdün. Bu səbəbdə istedad nəyə deyirlər? Biliydi də yəqin ki mən Yox, belə. məncə rəpdə istədirsən samobытность ruslar deyirlər. Azərbaycan dilinin tərcüməsini bilmirəm onun da. Yəni özünə məxsusluq. Hə, özünə məxsus insana deyirlər ki, bu istedadlıdır. O qədər reperlər var ki, məsəl üçün də şeydə, məsəl üçün Rusiyada həmişə bunları çəkirəm burada, friendly talk. Yəni baxırsan qaqaş heç nə demir də. Yəni baxırsan qaqaş prosta, я сижу на баре, у меня есть это, я сижу там, у меня есть это. Sən ona qulaq assan deyirsən ki, bura bunun kimi heç kimi. Amma bəyənən var. Bax buna padaşa deyilir. Mən də sən çatdırmağı. Bu istedaddır da. Bu istedad budur. Bax rəhmətli qəza elə idi. Baxırdın ki, bəsit bir dənə söz yazırdı da, başa düşdün. Və yaxud da ki, artıq işlənilmiş bir sözdür də, cəmiyyət arasında gəzən bir sözdür. O sözü elə deyirdi ki, o cəmaət sözü bəyənirdi bunu ki, o inamla verir ona, o emosiyanı verir. Bunlar hamısı şərtdir, olmalıdır. Və Seybu da padaçı məsələn. Seybudan desəm ağlı səslənir. Jayco bəs niyə patlada bilmir ya brat? Yəni mən üçün Jayco həm istedad, həm bilik, həm də yəni savadlıdır, istedadlıdır, bəli. Prosta trekləri niyə girmir mənə maraqlı? Yəni burada da səs sindromu var səncə? Yox, budur ki, disiplindir məncə onda. Ki Jayco bir moment ən produktiv adamlardan biridir. Nasıl produktiv idi Jayco? Nə oldu? Kim yıxıldı? Hansı moment Jayco produktiv idi? Esbla işləyən vaxtlarında klipdə çəkirdilər. Hər paşda həftə duetlər təkrar. Bu sən eləyənməzsən Sol az idi axı. Mən 2 dənə trek buraxdım, 3 dənə kliplə elədim. Bəli, maştabı sənin gözünə böyük gəlir. Sənin özünə. Dinləyici onu görür, dinləyici bilsən nə görür? 9 dəqiqəlik trek görür. Ay sağ ol. Qurtardı getdi. O həmin ərəfələr Seybu da elə idi Lift də. bomba kimi yayılmışdı. Lift də bomba. Bomba kimi yayıldı da lift. Nə qədər yayıldı? Yəni deyirəm də o 200 min zat baxışı var liftin. Treki var idi Jayco Lift. Çox bomba da trek var. Sonra BBC treki var idi onun. Ən xoşladığım Çox big trekdir də bura. Çox big trekdir və normaldə yayılıb bu trek bura. Söhbət prosta Mahmud düz deyir, produktivlik lazımdır. Dinləyici görür ki, 2 dənə trek, sən kliplə çəkmirsən. Dinləyici 6 dəqiqədir. Mən 6 dəqiqə, vəsyo. Mən 6 dəqiqə Jayco qulaq asdım. Daşdı. İyi. Yəni belə söhbətlər var. Həm də uji dövrəndə dəyişib baxsan, sənət yaradıcılığınla paralel şeyi də işlətməlisən. Sosial şəbəkələri də düzgün işlətməlisən. Bu çətindir. 100%. Plus da Jayco da o. Məsələn, bir danışız, mən indi belə danışıram, heç mən özüm bunun öhdəsindən gələ bilmirəm də, başa düşürsən? Çünki komanda iş lazımdır da. Komanda lazımdır. Bir də bilirsən məsələ nədir? Bir də çox pul qazanmırsansa bu işdən. Adam fikirləşir ki, bəzidir ki. Bu bilirsən, açıq sənə danışım. Mən şəxsən özüm başqalarını deyə bilmərəm. Heç vaxt düşünməmişəm ki, pul qazanım. Olsa nə xoş. Amma buna görə eləməmişəm ki, pul gəlsin, seviləm. Əksinə pul xərcləyirik bura.
Amma ki problem nədir? Mən çox fikirləşmişəm bu barədə. Bax məsəl üçün mən rəperəm. Amma televiziyada işləyirəm. Açvanka, dazvanka geyib işləyirəm. Tamam. Başa düşdü? Məsələn, çox yaxşı başa düşdüm. Və məni kimi əksəriyyəti belədir. Və mən deyəm, mən tam belə rəperəm. Amma pastırın dibinə qədər haqqıdır məsəl üçün. Adam həyatını belə burada başa düşür. Mən də o dərəcədə çoxları misal üçün buna qoyur. Məsələn, o gibi işləyir, bu işləməyib də, bu ancaq rəplə məşğuldur. Bax belə də uğur gəlir. Ki o da risk lazımdır. Hər adam da risk eləyə bilmir, başa düşürsən. Sən quşu götürmək üçün risk eləməlisən. Sən risk eləməlisən. Mən də onu deyirəm də, bəzi misal üçün sən gedirsən işə, bilirsən ki, sənin stabil gəlirin var. Hə, bu hardasa rep düşür ikinci plana. Hobbiyə, yaş məsələsi də var axı. Sənin 20 yaşın yoxdur ki, sən ölkəndə rep bəyənilmir də, sevmirlər rep. Ya bizdən qabaq bəyənilirdi də Yox da, prosta səncə deyib. Nə bilim, musiqi dəyişdi. Dəyişilən rep bəyənilmir, bura. Xose Dəyirman falan Bakıda səs-küy salanda Hüseyn Dərya peyda olan kimi Hüseyn Dəryanın pərəstişkarı daha çox oldu da. Çünki deyirəm də Hüseyn Dəryan. Okay. Çünki o rep tam olaraq rep eləmirdi axı bura. Cəmaət xoşdur. Baba cəmaət onu istəyir. Amma biz o cəmaət onu vermək istəmirik. Biz hansı nəsilik biz növ Samir? Biz özümüzü qurban verən nəsilik. Ki axıra qədər dirəşmişik ki, yox, biz sizə o ceyranımı verməyəcəyik. Buna qulaq asın, buna qulaq asın. Və məcbur biz dirəşsək, məşğul olsaq, həvəsdən Ceyko kimi reperlər başa düşdün. Həvəsdən düşməsə, biz bunu eləsək, artıq bizdən sonra gələn nəsil rahat öz replərini eləyə biləcək və ölkədə rep industriyası yaranacaq. Amma sən mənə bir söz deyim, son bəlkə də 15 il ərzində Azərbaycan musiqisinə repdən çox heç nə təsir etməyib. Çox böyük töhfəsi var. Miro'nun özünü götürək. Miro'dan qabaq kimsə belə, Miro'nun bu belə eləməsi, Miro'nun rep eləmir. Amma Miro Çitka ilə treklər eləyir. Ümumiyyətlə nəqarətlər, zatlar, rep o repdən öyrəndiyi şeyi indi bu tərəfə verir və indi hamı Miro'nu kopyalayır ki, baxış yığsın da. Yəni sadəcə bizim xalqımız bunu hiss eləmir, amma əslində olan qulaq asdığı çox şeyləri rep. Əslində Podsaznakinlə bəlkə də oturur. Bizim reperlərimiz də yəni bunu təbliğ eləmir. Təbliğ eləmir. Hə, bir dənə o problem ki, təbliğ eləmir. Çox tənbəlik də, çox tənbəlik. Kim var ya ortada? 3-4 dənə adam qalır da versiyada. Dəcə ortada olanda. Heç kimə dəstək olmur. Gəldi yenə də. Problem odur. Heç kimə dəstək olmur. Dəstək bir səndə baxımdan, məsəl üçün şəxsən özümüz şahidi olmuşuq da, gizlətməyək də bunu. Yapon indi yaxşı pis mahnı yazır, verir də. Nə olar bu uşağa dəstək olaq? Bizimki də, özümüzünki də. Az görmüşük ki, bizi söz bu nə mahnıdır, bu belə. Və yaxud Miro'nun üstünə qoy olsun da, qoy bizdən də o kimsə çıxsın da qabağa. Amma meyxana fərqlidir. Meyxana görürsən, bəlkə də qışçıda qırırlar bir-birlərini. Amma üzü görürsən, hamısı bir-birinə dəstəkdir. Ona görə rezultatı da çoxdur. O biraz folklora da yaxındır da. Bu bizim deyil axı. Çoxsa kiməsə qıraqda deyirlər ki, replə zadla məşğulam. Yo, bir dənə qardaşım replə. Bir dənə musiqiyə çatanda bu oldu folklor. Onu gedək hamımız maşınlarımızı sataq Azərbaycan istehsalı olan maşınlarımızı. Bir dənə oldu musiqiyə çatanda. Bir dənə repə çatanda. Bir dənə yaxşı söz var, deyir. Fizikanı bilməyən adam fizikadan heç vaxt danışmır. Amma yeganə mövzu dindir ki, hamı fikir bildirir. Bu da elə bir şeydir. Yəni nə oldu bir dənə repə çatanda, yox, meyxana ondan üstün olmalıdır, folklordur. Yaxşı. Başa düşmürlər də, deyirəm, çox kütlə başa düşmürlər. Yəni prosta indi reperlərin reputasiyası da o deyil də, yəni tam olaraq. O da deyir, bir-iki nəfərə görə, məsələn, bir-iki nəfər Vanyaya görə bütün Rusiya pis deyir ki. Vanya. Mən də deyirəm Vanya deyirəm. Rusiyada da Vanya. Hamı elə deyir. O birisi sahələrdə də elədir. Prosta nədənsə çox yaddır rep bizə bura. Çox. Məsəl üçün mən bir dəfə yanımdadır institut vaxtı. Razborkaya getmişik. Razborka ümumiyyətlə mənim Razborkam deyil. Prosta getmişəm. Birdən dava olsa ayrımıza dediyində niyə lazımdır? İnstituta yoxum. Ancaq bizdə belə şeydir. İnstituta Razborka. Şey getmişsən də deməsinə, bu da qaçdı. Prosta getmişəm ki, yəni bilirəm ki, orada biz tərəfdən gedən dalaşqanı idi. Oradakı da dalaşqandı. Bilirəm 100% dalaşacaqlar da. Prosta 4-cü şey korpusda dalaşırıq da dekan yanında. Dünyaya da gedirəm. Toxunma mənim. Orada bir dəqiqə mənim sözdür. Amma mən də belə xudi, qırmızı xudi zad giymişəm, belə dururam. Orada da hamısı belə qara zad, makasin zad.
Brat, sən biraz amerikanskisən. Sən bizim amerikanskisən. Deyirəm amma mən başımda böyümüşəm, nə amerikanski olar. Kim baxır? Hamısı ödəcək. Bu nəsə gözüm sıçır. Bir də qırmızı xudi ilə Yo, mən instituta gəlmişəm də, mən türməyə gəlməmişəm ki. Yəni bu söhbətdir. Bax rapper də elədir. Və rapperlər özünü elə bir ifadə edə bilmirlər, kütləyə göstərə bilmirlər ki, hala biz beləyik. Sən dediyin o söhbət Yapon, nə bilim, mahnı yazır, dəstəkləmirlər, Mirodur. Rapperlərin içində belə bir şey var ki, biz daha zövqlüyük, biz də burada sırqal baş verir. Kiosk açmışlar. Misal üçün kimsə öz zövqünü daha üstün tutmaq istəyir kimdənsə, mən belə şeyə qulaq asmıram, mən beləyəm. Rapper sənsə rap deməlisən. Əslində olan başa işdən girir. Və dəstək məsələsi də o var ki, yəni pisəncədir. Bir yerdə də deyildik. Yəni bir-birinə dəstəkdə olmuruq. Bif də eləmirik ki, ortalıq nəsə qızışsın. O battle'lar gələndə isə Battle'lar oldu da Samir. Brat, bif ancaq battle deyil də, battle'ların yarısı bif deyildi də, yəni süni Dis lazımdır ya bura. pul qazanmaq üsulu idi o. Və battle-la girirsən. Məsəl üçün rapperlər keçən dəfə Yaponla biz burada podkastda bunu mövzunu açdıq. Məsəl üçün rapper qayıdır, məsəl üçün sən proyekt edirsən, sən də rappersən, o da rapper, gəlir səndən pul istəyir. Gəlir məndən pul istəyir, vaxtından pul istəyir. Yoxdur pul. Pul yoxdur. Məndə pul olsa özüm rap deyirəm. Vaxtında karyera gələrdi. Vaxtın mentor olardı. Maskamı dəyişərdim. Prosta mən deyirəm ki, yəni sən belə özünə güvənirsənsə, sən məndən pul istəyirsən, sən bir dənə konsertlərə qoş. Bortda konsertdə 3000 adam yığ konsertdə, 1000 nəfər yığ konsertdə, sonra məndən pul istə. O konsertdən 50.000 qazan, sonra məndən 20.000 pul istə. Yəni mən buna belə baxıram. Mənə görə məsəl üçün, yəni o pastor, Yox, bir dənə buraxdım bu momenti. Necə pul istəyir? Borca pul istəyir səndən, yoxsa nə borca? Çıxışına görə pul istəyir. Borcancaq qardaşın kimi. Borc söhbətdə baxırıq bizdə. O biraz düzgün deyil, mənim fikrimcə. qulaq. Sən düz deyirsən. Under Sən game-ə xoşum gəldi. Heyf. Sən düz deyirsən. Under game-ə mən bildiyim qədər vaxt demişdə vaxtı. Kimi gətirmək istədilər? Killa kim idi? Qaqaş var idi. Killa Hakan. Killa Hakan. Yox, Ruslardan deyirsən şeydi. Ayda şeyin adı nə idi? Trina. Allah rapper belə Turetski. Turetski? Turetski deyirəm, on Uzbek bu, Uzbek. Kazak harda 140-da şey eləyirdi. Gokilla. Deyirəm də Killa vardı. Gokilla. Biz həmişə vaxtla burada spor eləyirdik bu verilişdəki. Mən deyirəm ki, bizim rapperlər çox pul istəyirlər batıla. Bu belə olmamalıdır. Olduğundan daha az. Vaxt deyir ki, məsələn, Gufa 1 milyon da bu Gufdur da, qurban sənə. Bu Gufdur da. Bunun Spotify-da 70 milyon prosluşka var da. İstəyəcək səndən 1 milyon da. Çünki Guf battle istəmir. Sən istəyirsən ki, Guf battle olsun. 1 milyon rubl. Çox deyil. Nə? 1 milyon rubl istəyir. Hələ olsun da yenə 1 milyon vaxt üçün çoxdur da. Fərqi yoxdur. Rubl zat 6 dənə 3 minə yaxın pul edir. Nə qədər? İndi vaxtdır. İndi vaxtdır. O vaxtı çox idi. Poster qufdan baha çıxıb bura. Poster qufdan baha çıxır. Bu mən ona gəldim. Biz də baxın spor. Mən də bax oynayırıq ki, bax o. Replər gündədirsə poster qufdan baha çıxıb. Mən deyirəm ki, ona. Deyirəm, bura elə olmamalıdır. Rusiyada həmin o biz baxdığımız, axuyet elədiyimiz batıllarda həmin rapperlər 500 manat pul alırlar. Hər batılı. İnanmırdım mən. Sonra bu Gokillan qanunu gördü, axuyet elədi ki, o Bakıdan bura özü elə deyir ki, güya biznes qiymət deyib də. Sən qiymət nədir? Bura çörək pulu. Bax, ego problemi var da burada. Sən egovu aşa bilmirsənsə, Qoşqopuza dönər istəyirsən. yəni bir sənətçinin qarşısını alan, progresinin qarşısını alan şey bilirsən nədir? Samir, egodur. Müəyyən bir şeydən 2 dənə qız yazdı buna. Orada bir dənə plasmotuz oldu. Biri məhəl uşağı desən bombasını mən bilirsən nəyəm belə. Bu problemdir. Sən bax ayağıma görə yorğan uzatmalısan da. Sənin sözün olmasın. Sən konserti və əgər sən konsertindən 30.000 qazan ki, mən sənə 10.000 verim də. Çıxışıma görə də başa düşürsən. Yoxsa tərəzi düz gəlmir. Tərəzi düz gəlmir, bura. Gəl tərəzi gətir. Tərəzi bölücüsən sən. Nə istəyirsən bu tərəzi? Yox, biz şey qızlarıq. Ona görə tuturam da siz. Sən də qısa. Əkizlərəm. Əkizlərsən. Ən çətin Qızlarla yola gedirəm amma. Ən çətin bürclərdən biridir. Əkiz. Sən büclərə yaxın bilirsən. Sən sabahdan atıram da şeylər. Близнецы, сегодня вас ждет хороший день. Liverpool Galatasaray olacaq da. Oradan deyirəm də bilək də işimizi. Narahat olma bax, mənlikdir. O şeylər hamısı. İnanmırsan hə, sən şey astrologiya zad belə şeylərə. 50-50. İnanmırsan vaxt o desin də.
İnandır məni bax o. Nə vəsf eləməmişəm. Nə bilim, mən elə bir o sən inanmaqdan da çox biraz motivasiya verir. Elə bir şey kimdənsə nəsə eşidirsən, duran kimi o adam var Bir də beyin gücüdür də deyim sənə. Sən özünə o qədər inandırsan ki, o vaxt kitab var idi, Sekret kitabı. Sekret? Hə. Bəncə pub tanımışam da. Sekret yəni mən pivə istəyirəm. Allah. Epi Pasteur Batlında baxmısan? Epi. Sənin üçün Epi qalib idi. Hə. Burada da yəni şəxsi yox da, sırf Heç şəxs yox. Mən ikisini də çox istəyirəm. Şu, heç nə. Mən hamını çox istəyirəm. Bəs FTP Trino? O biraz spor məsələdir, nəyə görə? O da danışıq. Trino bir dənə çıx. Yox, dostdur. Tibu nə elədiyi səhv eləməz. Onu bilirəm. Onu qoy kənara. Hə, onu kənara qoysa onu da FTP-də. Amma kənara qoyulası məsələ də deyil. Amma birinci round Trino aparmışdı. Söhbət odur. Kənara qoyulası məsələ. Hə, əlbəttə kənara Sənə qoyulası. reqlament danışır. Hə, o işdə. Bu mənə çatmadı. FTP bura gəlmir, ona görə ona buna deyə bilmirəm də. Mən Buxadaydım. Trinoda Hə. Mən deyirdim ki, saxla battle. Saxla dayandı. Orada ikinci, üçüncü raundu görünürdü ki, Trino uje gördü ki, biraz əsəbi idi ki, bu niyə belədir? Türklərin söz olmasın, dəngəni pozursan da, sən Raşotu təsəvvür sən çıxmısan, danışmısan bir nəfərlə boks yarışmasına çıxmısan, boks edirsən. O da 2 qatı. Zot qaldırır bir dənə təpiyi qoyur ağzına. Mən əsas bir şeyə düşər də. Bu belə bir məsələ idi. Əziz çənəçilər və çənənin qonaqları, Content TV kanalına abunə olmağı unutmayın. Mən deyirdim ki, mən olsaydım dayandıraram o məxluq. Busa mən FTP çatmadı o momentdə. Sonra dedi ki, yəni mən bilmirdim ki, mən tam başa düşmədik ki, biz belə bilmirdim məsələsi var. Okay, özdə Busa necə danışıblar ki, bilməyiblər. Ozda nəsə məqamlar olub, qaranlıq məqamlar da hər iki tərəfdən bir-birlərini başa düşməyiblər, belə başa düşdüm ki, Trino rus dilində danışırdı bax. O da türk dilində danışırdı bir istəyir. Türkmençeski də qal orada burada. Türkmen ruski. Mənə görə battle necədir? Əgər sən bir sözü səhnənin arxasındadır, bu insanın üzünə deyəcək gücdəsənsə, deyəcək cürətə sahibsənsə, problem yoxdur, çıx səhnədədir. Sən əgər bu səhnənin dağılında o sözləri deyə bilməzsənsə, niyə lazımdır o sözləri demək? Təmiz söhbət. Məntiqlə də. Onda keçək rubrika. Trino yoxsa FTV? Birinci onu verir də belə. FTV deyir. FTV deyir. Yox, FTV mən həmişə demişəm, özü də bilir. O çox istedadlı uşaqdır. Mən daha onun özünə demişdim. Bir 2-0-da bəyəndiklərindən izlərsən. Həm belə birinci sənsən də, nəsə var idi o uşaq. İkinci dadaş. Zövq məsələsidir. Hətta birinci həmişə rıza olub. Bizdə rubrika var, o yoxsa bu, biz də sonra dəyişmişik. Aha. Yeni mənim başımda patladı. Yox, Eksperti çıxartdı orada. Əslində bu cin bunun günahkarıdır. Müəllim. Baxdım podkasta. Müəllim tanımadı heç kimi. Mən də silsiləli vermədim də onu da. Mən cinin fanatım. Va indi sənə də gəlib, indi sənə yox da sən hamısını tanıyırsan. Bax o deyir ki, cin mənim fanatım olub. O da elə deyir. Komediyim. Anlaşılmır. Tapazlı zadda yazanda çıxır da, aparıcı zad axtar. Axtaracam ben, axtaracam. Ha, bura problem yoxdur. Aslında mən уже danışmaqdan bezmişəm. Nasıl oxuyacaq acaba? Hə, mən də. Yapon freestyle rəqs edirdi. Bu verilişi sən öz çiyinlərin üstündə aparırsan deyə bir Bu verilişi hava dalaşırlarsa da aləm deyil. Bu verilişi yox, inanmıram. Məncə Niko aparır. Gördün mü? Məncə bu verilişi aparan Nikodur. Çünki dəfələrlə biz çəkilmək istəmişik, Niko qoymayıb. Yox, qətiyyən çəkilməyib. Qətiyyən. Bax problem odur. Onu deyirdik, bayaq bu mövzuda danışırdıq. İlk yaranan çətinlikdəcə bizim reperlərimiz çəkilir, inciyir, küsürlər. Lazım deyil belə bir şey. Mən məlumla battle-a okey verəndə çox şeyimi itirmiş adam idim da, demək olar ki. Amma mən yenə də çıxdım o battle-a. Bilməm, bilənlər bilir məsələləri. O heç vaxt təslim olmaq lazım deyil. Həmişə buradan deyirəm reperlərə, dostlarımıza, cavanlara, həyatda hər cür problemləri olacaq. Amma əgər sevirsinizsə bir şeyi, insan sevdiyini necə ata bilər? Sən əgər həqiqətən sevirsən. Bəs sevdiyin səni atanda nə olur? Sevdiyin səni atanda deməli o əslində səni sevməyib. Yox, o boş şeydir. O boş şeydir hamısı. Lay. Bu da mənim olsun. Onda yəni belə çıxır ki, rap səni sevməyib, əgər sən rap atırsansa. Yox, rap səni atırsa. Hə də. Deməli onluq deyilsən.
Çox belə şey getdiniz siz. Fəlsəfi getdik biraz, hə. Bizim öz konuslarımız var da buzla. Hə, biz dərdləşirik ya da. O yoxsa bu Sevilsə qayıdacaq. Axırıncı söz olur. o yoxsa bu. Aha. Pastor yoxsa Qaraqan. Pastor. Efraim yoxsa Epi. Epi. Naton yoxsa FTB. Natan axırıncı freestyle yoxsa Epinin konserti də belə verir də. Naton yoxsa Epi yoxsa FTB. Naton. Rio yoxsa VVS. Ha, sən Riodan da deyəkin xoşun gəlmir fikirləşdinsə. Rio bəlkə də ən birinci tanıdığı Efel mənəm. Onun xalası oğlu ilə bizim dostluğumuz var idi. O vaxt heç onun trekləri yox idi. Xalası oğlu dedi ki, hə, gəlin, bəs mənim xalam oğlu da yazır, göstərdi trekləri belə. Rio yoxsa VVS? Rio. Puzzle yoxsa Rüzgar. Rüzgar. A4 yoxsa Cəza 22. Cəza 22. Trino yoxsa MC Bas. Trino. Ayşə, git qoyuram ağzın üstündən berqi. Yox, daha hətən desəydi. Plastik. Yazım bunu yazsan. Ayıb olsun. Nə gülürsünüz? Yox, qaqaşımız yox, xəttin ətdindən artıq çox. Başqa prosto adamlardır da. Orxan Zeynallı yoxsa Promete? Promete əlbəttə. Repinə görə, Конечно. Nə danışırsın? biriniz dəfə də Orxan Zeynalın tərəfini tutmaq istədiniz. Olmadı. Olsun Mete. Repdən danışırıq da. Okaber yoxsa Expert. Orxan adı niyə yazmısan oraya? Dəsində düz. Okaber yoxsa Expert. Okaber, конечно. Və sonuncu. Elşad Xosa yoxsa Hüseyn Dərya. Əlbəttə ki, Elşad olsa. Biz hamımız oynan bölmüşük. İndi finala kim utdu? Kim şey oldu? Burada udmaq yox. Burada final yığışdırdım mən bura. Hə, yığışdırdın. Hə, final yığışdırdım. O mənim xoşuma gəlmirdi həm də ki, o kimsə gəlir. Axırda biri qalır. Belə dvayno veririk. Birini seçirsən, birini seçmirsən. Mən prosta maraqlı. Yaxşı dedim, yoxsa Sənə üstün. Mən belə çoxsunda sənə üst-üstə düşdüm. Çoxsunda sənə üst-üstə düşdüm yəni. Hə. Əslində belə başda hamısında üst-üstə düşdüm. Sənə bir dənə Promete ilə ulduzun barışmırdı. Promete Oğuzun barışmır deyəndə ki, yəni o sual mənə verilsəydi, məsələn Orxan Zeynallı yoxsa Promete, mən seçərdim Orxan Zeynallını nəyə görə? Nəyə görə? Çünki Mete'nin treklərinə həm az qulaq asmışam. Plus amma xaça yox ya, Anan Almazla fitə görə Mete'ni seçərdim. Hə. Çox fərq var ya, kolossal fərq var arada. Yəni Bence Promete daha güclü rəpərdən ki Orxan Zeynallı. əlbəttə ki. Əlbəttə ki. Dedim də sən hardasa nağılbazla fitini götürsək bəlkə də mən razıyam. Ya mən açığı deyim, mən həm o Prometeni, həm Orxan Zeynallını daha çox host dövründə qulaq asmışam. Və host dövründə məsələn mənim dostum var idi, o həmişə Prometə qulaq asırdı. Prometə hamıdan çox bəyənirdi. Mən daha çox bəyənirdim, Camal Alini bəyənirdim. Qaraqan bir Orxan da bu üç nəfəri daha çox bəyənirdim, daha çox ürəyimə yatırdı onlar. Bu ingiliscə deyən oğlan da var idi. Fake de Felon de Jor. Fake de Jor yox, fake başqadır. Hə, fake başqaydı, Felon de Jor idi. Amma qrup dağılandan sonra solo karyerasını, yəni trek biz götürsək, yəni məndə Orxan Zeynalın treki playlisti daha çox olub nəinki Promete. Doğrudan? Hə. Bulut treki var. Bulut trek mənim çox xoşuma gəlir Orxan Zeynalın. Bulut. 40-cı paralel çox böyük trekdir mənə görə. 40-cı paralel hə. Sonra şey var, Veçsiz treki var. Yox, oraları mən Veçsiz də pik trekdir. Orada YouTube-u sildim. Tupac'ın sample-ını eləmişdi. Çox sağ trekdir. Yəni ona görə mən məsəl üçün mən buna görə Orxan Zeynalını seçərdim də, yəni belə. Keçək freestyle-a. Keçək. Neçə dubl lazımdır sənə? Bir dənə. Bir dənə dur. Qəşəng. Mən maskamı çıxardım. Sən mənə bir maska taxan kimi yaxşı başa düşürsən. Aysa. Sən yenə bundan nəfəs almaq olur. Orada təsəvvür etsən sən 40 dərəcə istidə maska ilə etdim. Yəni təzədən qoymalı. İşte ortadan belə sırağa salırlar da, ortadan girməlisən. Yo ya da əvvəlin qulaqsız, sonra stopu basır. Belə. Akapella. Ha.
Qafiyə məndə kasad olmayıb, elə hey söz tökdüm kasad olmayıb. Məndə olan səndə olmayıb, elə ona görə baby sənə asan olmayıb. Yola belə mezsilə düzəl, ola bilər benzin ya dizel. Qalikin yandırdığı qədər yüzə kasıba həyatda yanan olmayıb. Açdım TV-ni, elə bil açdım mini, hər yerdə mini. Diz tökdüm tərimi, basan olmayıb. Nə gəlirsən görünür asan olmayıb. Təb elədik bu işi, məktəb elədik bu işi. Tək hamımıza səpələdik bu işi. Vaxt keçdikcə dövrümüz dəyişir. Rapə görə evdə səni kəsib asan olmayıb. Çəkin misal, çəki visal, çirkin azad, çəki bəzab. Hörmət qazanıb çətin insan, itirmək amma onu olub asan. Hesab elə bədəndə onurğasan, necə olar elivi oğurlasan. Demək şəhid olan əgər oğul varsa, həmən o millət olmayıb asan. Yeah. Bir dənə də istəyirsiniz deyim. Başqası da var. Davam elə də. Doğru. Zaman bir dənsin deyən biri. Mənim istədiyim nağdı axı. Maaşımı qaldır, vaxtı çatıb. Qara BMW yağdı axır. Süzdüm veçdim mən, hamı baxır otur içinə. Bakı balacadır, rəşotun böyük. Belə gedişlə keş oturan deyil. Meksikan ya İspan olub. Alter egom Gustavo'dur. Mən sanki Hennessy, əymişəm təsir gücümlə çox onun çənəsin. Fəth eləmək bəsit, yaratmaq legacy. Ağappaq olacaq dağların təpəsi. Olmaq legend, hər bir weekend easy. Don't call me, I'm busy. Style freezy, music like crazy. Musiqi həzin təzim deyil, bizi elə vizit. Hər işdə usta ol, Gustavo. Üstün ol, üstə ol, Gustavo. Hər işdə usta ol, Gustavo. Üstün ol, üstə ol, Gustavo. Bir gözlə. Gustavo. Hər işdə. Gələ amma birincidə dayanardı. Allah 200 manat o qədər işləmək istəyən adamlar var. Bura çox sağ ol ki, sağ olun, uşaqlar, dəvət İncimərsiniz də bunu götürsəm də axırıncı. Qoy yerinə. Yaxşı. Yoxdan. Sən düşün bax. Çox sağ ol. Bilirəm Samir çox şirniyyat yeməz yəqin ki. Hamısını Samir yeyib. Mən bayaq sən Üçdə eklər yemişəm mən. Şirin Mən yer. eklər xoşlayıram. Mən ona deyim. Çox sağ ol ki, bırak gəl. Gedirsən sən get biz özümüz danışarıq da. Gəlməyib elə. Doğrudan dayanma. Buz, Fats, Stop Records, Atim, Produktiv. hamısı mən sənə inanıram. Dadibəm. Azrep boşluqdadır indi. Bas getsin. Getsin. Bu treklərdən hansısa çıxacaq? İkisi də çıxacaq. İkisi də çıxacaq. İkincisi Trino ilə fitdir. Gustavo. Birincisi Tahirlə, Alfa ilə duetdir. Əslində birincisi nədir? O Qəzan proyekti idi. Asan olmayıb. Sadəcə olaraq indi qismət belə gətirdi. Mən dedim xatirəsi qoy qalmasın. 100%. İndi Gustavo kimdir aramızda? Gustavo Trino ilə. Yox, Los Polos'da trekin adı. Yo, o deyil. o O Breaking Bad-dən deyil. Prosta ağlıma gəldi. Qafiyə. Mən Qusam, Trino Tavo. Buzdan önce keçdim Qusam. Qus oldu mən. Öpürəm sizdən. Sağ ol. Sən sağ ol, brat. Çox maraqlı, çox maraqlı.